Ulu öndər daim jurnalistlərə, azad sözə hörmət və ehtiramla yanaşırdı. Məsələn, bir zamanlar müxalifət qəzetlərində rejim əleyhinə məqalələr yazan, hazırda isə Ulu öndərin layiqli davamçısının oxunmayan saytlarının birində işləyən jurnalist İlhamə Qasımlı öz xatirələrində Heydər Əliyevlə ilk təmasından yazır. Deyir ki, Heydər Əliyevlə ilk dəfə görüşənə qədər onu diktator, zabitəli KGB generalı kimi pis obrazda təsəvvür edib. Lakin yaxından müşahidə etdikdə bu təəssüratları dəyişib. Ulu öndərlə görüşünü o belə təsvir edir ki, Heydər Əliyev hardansa səfərdən gələndə ona sual edib ki, bəs Avropa Şurasının siyasi məhbus elan etdiyi keçmiş nazirlər İskəndər Həmidov və Sürət Hüseynovla bağlı sizin fikirləriniz nədir? Heydər Əliyev hirslənir və ona belə cavab verir. Həmin adamlar cinayət törətdikləri zaman sən ananın şeyində, kalyaskasında idin. Bu cür nəcib, sərras və mülayim açıqlama müxalif fikirlərlə beynini gərginləşdirən İlhamə xanımda zen yoqası effekti yaradır. O ürəyində deyir, bu hər kəlməsindən bal yağan, nəciblik süzülən adam diktator ola bilməz, bilməz. O gündən Ulu öndərin müsəlləh əskər olması üçün vayankamata könüllü ərizə verən İlhamə xanım 25 ildən sonra çağırış vəsiqəsi alıb. O hazırda dediyim kimi hökumət mediasında yazır, yaradır. Gəlin onun həyat və yaradıcılığına alqış deyək.